Fevralın 24-də bu bayram qeyd olunacaq. Azərbaycanda fevralın 24-də ilin ilk çərşənbəsi su çərşənbəsi qeyd olunacaq. Xalq ədət ənənəsinə görə Novruz bayramından öncə davam edən boz ay ərzində su, okyel və torpaq çərşənbələri qeyd edilir. Bu çərşənbə ilə Novruz bayramına hazırlıqlar başlanır. Su çərşənbəsi Novruz bayramının ilk çərşənbəsi olaraq qədimdən xalqımız tərəfindən qeyd olunan ənənəvi bayramdır. Bugün su elementinə təmsillər həyatın başlanğıcına və bərəkətə tapınma ilə bağlı mərasimlərlə qeyd olunur. Xalq arasında ona Əzəl çərşənbə, Sular Novruzu, Gözəl çərşənbə və Gül çərşənbə kimi adlar verilir. Su çərşənbəsi günü insanlar gün doğmadan su mənbələrinin yanına gedir, üstlərini yuyur, bir-birinin üstünə su çiləyir və axar sudan atlayırlar. İnancı görə təzə sudan keçənlər il boyu xəstəlik və bəladan uzaq olurlar. Hər çərşənbənin öz xörəyi və xonçası olunur. Su çərşənbəsində mütləq pak və təmiz su süfrəyə qoyulur. Dövrəsinə quru meyvə, rəngbərəng şamlar, qovurğa və digər tamlar əlavə olunur. Qeyd edək ki, fevralın 24-də ilk su çərşənbəsi, martın 3-də martın 10-da hava yer, martın 17-də isə axırıncı torpaq çərşənbəsi qeyd olunacaq.